Yanvarın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhər ətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsəcək. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunun, nisbi rütubət 80-85% təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.